Herkese salam dostlar, kanalıma ve yeni videoma hoş geldiniz. Dostlarım, bugün size yeni gelen etkinlikler göstereceğim. Dostlarım, etkinliğin gününe vaxtına azca bir vaxt qalıbdı. 28 saat qalıbdı, yani sabah etkinlik gəlir. Size indi karakter neydi? Üstləri göstereceğim, sonra ifadeler falan filan. Neyse, ifadeler falan göstereceğim. Dostlarım, videoya geçmeden önce diyeyim ki 126 aboneyik. İnşallah 150 abone olarak tez zamanda. Videoya belə dəstək olsanız mən də belə maraqlı videolar çəkərəm. Neyse dostlarım, keçək videomuza. Dostlarım, ilk etkinliyə başlayalım. Kanala ait etkinliğinin ifadəsidir. Yəni mən də çox xoşuma gəlir. Bəli, bu ifadə belə göstərdik. Bir də belə bir ifadəmiz var. Yəni çox adamın sevəcəyi bir ifadəyə oxşuyur. Yəni taxt ifadəsini oxşayan bir ifadə. Ya ifadə deyil, bu gəlişdir. Hə, gəlişdir. Belə bir ifadədir. Yəni super gəlişdir, hamı. Sonra belə bir ifadədir ya da gəlişdir. Hə, uçan kanatdır bu. Takımlı şəkildə uçursan bu. Yəni belə 9-cu il özəl gəlişdir. Bu da yəni 9-cu il özəl gələn paltarlandır. Setmandır. Bəli. Düz demişəm. Oy dostlarım, çox qəşəngdir ha. Yəni buna tək ata bilsək, yəni böyük bir şeydir. Ha, baxın deyən, arkadakı dostlarımız neçə əsər gedir. Dilim sürüşdü. Həqiqətən çox yaxşıdır. Sonra belə düşəndə belə dairəvi şəkildə düşürlər. Qəşəngdir bu da. Həqiqətən süperdir. Sonra bir dənə də yenə belə uçan kanatımız var. Bunda içində altın var, belə qayıq içində zinət əşyalar var. Sonra içindəykən belə görsənirik. Belə nəsə belə bir şey var, yaratıq var, içəri qəpiyir. Sonra dostlarım, belə bir ifadə var. Qəşəng ifadədir. Taxt ifadəsidir, yəni, amma bu biraz ihtişamlıdır da. Sonra belə bir paltar gəlir. Kristal fason belə bir şeydir. Dark Desires Bundle. Yəni qaranlıq ruhlandırıcı belə bir şeydir. Sonra dostlarım, belə bir loot sandığı gəlir. Bunu keçən videoda göstərmişdim. Yenə də göstərim. Dostlarım, burada belə loot sandığıdır. Bunu özünüzdə ifadə emojilərindən düzəldə bilirsiniz də, yəni. Məncə superdir. Yəni mən elmas vermərəm bunlara, amma yenə də hesabını belə yığmaq istəyən üçün, yəni məncə yaxşıdır. Baxın, belə ifadələr girirsiniz, belə ifadələrlə özünüz belə kreativ edirsiniz. Məsələn, bir yer, bu yüz qoyur, sonra nəsə belə bir şey qoyur. Ondan sonra yaradır belə. Nəsə belə bir şəkildə. Sonra dostlarım, belə bir son vuruş var. Yəni ki, bilirsiniz, yəni çoxları bilər bəlkə də. Yeni silah desenimiz, yəni Evo desenimiz AUG'dur. Bu da AUG'un belə son vuruşudur. Dostlarım, mən də AUG'u xoşlayıram. AUG da gəlsə, yəni İnşallah ki Evo da çıxar bizə. Belə bir son vuruşdur. Sonra loot sandığımız da belədir. Emojilerinizdə görsənir yəni. Sonra dostlarım, yenə belə paltar var. Dostlarım, bir də onu deyim, Blue Lotus təzədən gələcəkdir. Yəni ikinci bölümü gəlir Blue Lotus'un. İfadələri belə. Sonra dostlarım, belə bir MVP var.
Ümid edirəm ki, video yaxşı alınır. Yəni belə durur da, yəni nə deyim. Lobbydə belə durur. MVP belədir. Bu Lotskada gəldiyi üçün belə durur. Sonra dostlarım, yenə belə bir kostüm var. Bu da boyapas kostümüdür. Mənim xoşuma gəldi. Özellikle üstü falan, saçı, başı falan xoşuma gəldi. Kurt çəki var deyə. Altı biraz pisdir, quyruğu zadı var, nə bilim. Mənim xoşuma gəlmədi. Yəni bəyənənlər olacaqdır. Boyapas setinə görə yaxşıdır, süperdir. Buna baxın da. Qız şəkildə belədir. Qız içində. Ümid edirəm ki, qız oyuncular da bəyənər bunu. Belə bir ifadədir. İfadə deyil. Yəni ifadəsi də setin ifadəsidir. Neyse dostlarım, yenə belə bir boyapas setidir. Alma şəklində məsələn. Yəni bu gələcək boyapasın nəsə deyim. Ancaq almada nəsə alma gəlir. Hər şey alma gəlir. Alma temalı. Hə, alma temalı. Silahını da deyim, silahı da Winchester'dır. Bu boyapasın. Bilmirəm neçənci elitdir, yəni neçənci pasdır, amma onda deyim, yəni boyapasındır. Yəni görünüş olarak belədir. Sonra qız hal da belədir. Qız hal dəyişikdir, yəni. Qırmızı olmadı burada da. Yəni qız paltarını deyim, oğlan paltarından yaxşıdır. Bu boyapası da elədir mənə görə. İndi özünüz də deyirsiniz də. Yenə böyle dostlarım, yenə boyapas setidir. Bu boyapas seti sentyabrında səhv eləmirəmsə. Hə, sentyabrın boyapasıdır. Yəni bu çox qəşəngdir. Terazi bürcüdür ya da qız bürcüdür bu. Yəqin ki qız bürcüdür. Hə, bu qız bürcünün şeydir. Yəni mən bürcədən baş çıxan deyərdi özü. Orada simvolası var deyib. Məsələn, yəni sentyabrın boyapası həqiqətən superdir. Yəni hər bir seti, ayaqqabısı, üstü, saçı, beyefəndidir yəni. Qız bürcü olduğuna görə yəqin ki onun belə qarşı cins forması yaxşı olur. Burada yəni oğlan paltarı yaxşıdır məncə. Yəni indi onu özləri bilər, qızlar yəqin ki. Dostlarım görürsünüz yəni. Və dostlarım 9-cu ilə özəl gələcək özəl paltar. Yəni özəl set. Bildiyiniz kimi hər ilə özəl bir set gəlir. Yəni bu da qəşəngdir. Saçı, maskası, üstü. Ayaqqabısı da yəni belə normalda, amma altı pisdir məncə. Şalvarı pisdir. Yəni belə görünüşü var. Və dostlarım bunun da qız halı gəlir. Qız halı da belədir. Yəni eynisidir də, yəni demək olar ki. Və dostlarım kanlı ay paketinin yəni bir oxşarıdır. Mənim çox xoşuma gəldi. Çünki temalı qurt temalıdır. Mən də klanım yəni ona aiddir. Yəni o temadadır. Sky Turks klanı, yəni türklərə aid bir şeydir. Yəni mən o simvolu xoşlayıram. Buna baxın yəni. Qəşəngdir ha. Yəni buna inşallah ki bəxtimiz olar. Elmas xəziyə bilsə əgər ki, o vaxtı məncə oynamayacağam oyun. Yəni bu bizə super olar. Və bunun qız halı halda pis deyil. Və dostlarım burada da ekranıqdır. Yəni bura gələcəkdir, buradan baxa bilərsiniz. Bildiyiniz kimi 2 gün qalmışdı güncəlləməyə. Dostlarım bunun qardiyanına baxın. Yəni mənim oyunda ən xoşladıqlarımdan biri ola bilər yəni.
superdir. Sonra belə bir panda deseni gəlir. Panda seti. Yəni mənim xoşuma gəlmədi. Yəni xoş gəlmər olar bəlkə də. Nə bilim, mənim xoşuma gəlmədi. Yəni belə heyvan tərzı bir şey xoşlamıram oyunda. Sonra belə bir süper qəhrəman deseni nədir? Seti var. Kapitan of Justice Bundle. Sonra belə bir süper qəhrəman paltarı var. Mənim üstü xoşuma gəldi. Belə alt belə mələk pantolonundan falan, dolğulu pantolonundan quşanılan qəşəng idi. Və dostlarım, belə bir 90'ların 70'lerin belə bir paltarına oxşayan bir paltardır. Yəni belə şalvardan yəni bilmək olur da. Köhnələrin paltarlarındandır yəni. Yəqin ki adi bir etkinliyə gətirərlər. Yəni çarx etkinliyə deyim də yəni. Sonra belə qız seti. Qız set də belədir. Yəni o vaxtki tərzə uyğun bir şey gətiriblər də qısaca. Belə bir musiqiçi paltar gəlibdir. Gələcəkdir yəni. Mikrofondan nəsə oxuyur. Biraz qəribə setdir. Yəni xoşlayanlar olar yəqin ki. Nəsə keçək öbürsü setimizə. Bayaqki seti dostlarım. Yəni bunun belə tam halını göstərirəm sizə. Sonra belə qız paltarı. Yəni bu musiqisi desen gəldi. Yəni burada nəsə musiqi var da. Sonra yenə belə bir sadə, yaxşı belə yatmaq üçün də, yəni uyqucu belə bir şeydir. Pijama, pijama partisinə uyğun belə bir set gəlir. Həqiqətən dostlarım, yəni xoşlayanlar da olacaq. Yenə mən də xoşladım. Yaxşı setdir, inşallah tez gələr. Bunun qız halını göstərim. Dostlarım, qız halını göstərirəm. Bəlkə qız karakter işləriniz olar ya da qız izləyicilər də ola bilər. Onun üçün də göstərirəm. Və dostlarım, yeni altınlı otomatımızın seti, belə bir paltar gələcək. Yəni altı da, üstü də, hər yeri yaxşıdır. Mənim xoşuma gələn bir şey oldu. Ayaqqabısı da belədir. Yəni bir dənə ağ ayaqqabı var, ona oxşuyur. Sadəcə ora bir dənə kəpənək işarəsi qoyublar. Şapkası falan, papağı da qəşəngdir. Yəni belə görünüşü belədir. Sonra bunun qız halı da var. Nətər olsa yəni qız halı da gəlir. Bu da belədir. Qız halı da yaxşıdır. Göstərək bunu. Və dostlarım, yenə belə bir setdir. Factors Freestyle adındadır. Bunu da göstərdim belə. Bu nədir belə? Qəribə. Və dostlarım, yenə belə bir paltar. 9-cu ilə özəl. Flowing Fracture adında. Tərcüməsini də bilmirəm. Belə bir paltardır. Və dostlarım, belə bir kəmər ifadəsidir. Adımız da görsənir, belə göstərir bundan. Qızıl kəmərdir, qara kəmərdir. Belə adınız da görsənir belə. Sonra belə mağaralı, jurnalı belə bir ifadədir. Qrup ifadəsi ya da ikili ifadə belə bir şeydir. Sonra yenə belə Globus'tu, nədir? Dünya kupası, Dünya kupası ifadəsi gəlir. Bir dənə baxın, super ifadədir. Baxın. Belə Dünya kupası şəklini alırlar, belə. Dostlarım, bu da boya pasın ifadəsi idi. Sonra dostlarım, yenə belə bir ifadə. Yəqin ki, ücretsiz gəlir.
Baxın belə bir ifadə. Yəqin ki, ücretsiz gələcəkdi bu. Elə bir dəyər ifadə deyil. Bu da yəqin ki, ücretsiz gələr. Belə rep oxuyur. Sonra belə bambo ifadəsi belə bandolar olur. Keçən dəfə də desəm belə bir etkinlik gəlmişdi. Yəni musiqili belə, musiqi tərzində. Dostlarım, bir videomuzun da belə sonuna gəldik. Dostlarım, videoların devamını gəlmək istəyirsinizsə kanala abunə olub video like atmanız kifayətdir. Dostlarım, sağ olun, salamat qalın.